Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Neftçalada ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, rayonun Aşağı Surra kəndi arasında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir şəxs ölüb, digər şəxslər isə yaralanıb. Onlar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı ölən və yaralananlar bir ailənin üzvləridir. Allah rəhmət etsin, əzizlərinin yaxınlarına səbir diləyirik. Qusarda 22 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb. Xəbər verilir ki, 2004-cü il təvəllüdlü Əbiyev Fəzail Farizoğlu yaşadığı İmamqulu kəndində yerləşən fərdi yaşayış evində hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.